Qapımda maşınıma kimi yandırdılar, qucağıma fahiyə kimi atdılar, canlı yayım gedə-gedə yayınıma gəlib üstümə AKM-sə qədər çəkdilər. Belə. Amma sözündə həqiqət var, Sərdar, düz deyirsən. Çünki sənin mənimlə tanışlığın, mənim körpəmin şəklini qoymuşdun, sənin körpəvin maddiyyata ehtiyacı olduğu bir müddətdə, neyse, Allah bilsin, mən bilim. Allahın verdiyi mən bilim, sadəcə və sadəcə dünya axirət haqq və halallıq vermirəm. O saatlarla, gecə saat 3-əcən, 4-əcən sənə görə xahiş minnətlərimə görə. Mənim qardaşlarım var idi, mənim yoldaşlarım var idi. Dünənləri mənim xətrimə bir şəhid qardaşımızın ailəsini və övladlarını və şəhid qardaşımızın könlünü şad elədilər. Birbaşa qapısına getdi. Onun ürəyindən keçən. Bax, mən sənə belə hörmətli kişiyəm. Amma Sərdar sözündə haqq var. Bəli. Bu sözü mən sənə haqq verirəm. Çünki sənin də yerində olsaydım, mən elə düşünərdim. Bu 3 sutka ərzində mənim qardaşlarıma kim dil uzatsa, WhatsAppda, konferansda yox, birbaşa meydanlarda hücum edərəm. Mən Hacı İlçin oğlu Hacı Hüseynəm. Bu sözündə həqiqət var. Amma ikinci sözündə bir həqiqət yoxdur ki, sən haqq yeyib haqq getirən insansan. Haqq yeyib haqq getirən insansan. Bunu mən sənə tam səmimiyyətindən deyirəm. Və çörək kəsilməyəsi bir insansan. Çörək kəsilməyəsi bir insansan. Bunu da mən sənin əynivə deyirəm. Bəlkə bu şey özün bilən məsləhətdir. Gedin də öp o Dilaranın götündən, sənə bir 5 manat atsın, xəbər elə, hər gün şəklini qoyun. Mən ailəmdən şübhələnmirəm. Mənim ailəm mənim sənsinizdir. Mənim ailəmin kimisə ailəsindən 5 dənə başı, 4 dənə qulağı artıq həsiyliyi yoxdur. Ər meydanı belədir. Ləbbeyk Allahumma ləbbeyk. Nə bilirsiniz onu deyin, sizin qabağınızdan bir versən mən nakişiyəm. Ancaq Dilarə, yaxın bir zamanlarda xod xalavın ocağından, xod qardaşlarımın ocağından, xod sənəmin ocağından, amma sənin yox. Sənin bir ömür boyu, sənin bir əlim dalavın boğazında dərmanlarda, iğne dərmanlarda olsun, heç şəfa tapmasın. Həkimlər qədər söz, əlivizdə pullarla balalarınıza heç şəfa tapmasın. Bax, bunu əlimdən isyan eləyə, qarğış eləyirəm. Xalavın ocağından balım ahləsi gəlsin. Qardaşlarımın ocağından körpə ahləsi gəlsin. Heç biri ölməsin. Zülüm çəkəsiz, gözünüzdə dağ olsun ki, cəmaatın körpəsində elənsə, seyid balar elənsə narahat eləmək olmaz. Allahıma tapşırıram. En güzel emaneti Allah'tır.